Salam aşkolarım, necəsiz, gününüz uğurlu olsun inşallah. Bu gün Gülnarə müəllimənin ad günüdür və biz hazırlaşırıq Şirvana getməyə. Qəşəngcə saatlı gül salonuna getdik. Gözəl buket gül düzəltdirdim. Çox gözəl idi. Əllərinə sağlıq, düzəldənlərin var olsunlar. Sonra da düşdük yola, üzü Şirvana. Ata ilə qəşəng yol boyu cürbəcür gözəl mahnılara oxuya, deyə, gülə, qəşəngcə yol boyu rəqs edə getmişəm. Ata da mənə eşlik eləyib, onu deyim. Mahnıları oxuyurdu, amma mən rəqs edirdim. Çox gözəl gün oldu. Həqiqətən çox möhtəşəm bir gün oldu. Gözəlcə Gülnarə müəllimənin ad günündə əyləndik. Sevimli müəllimlərimlə görüşdüm. Hamısı ilə şəkil çəkdirdim. Bəzilərini çəkdirə bilmədim düzü. Amma çox gözəl gün oldu. Müəllimə, ad gününüz mübarək olsun. Sizə xoşbəxtlik, gözəllik, ruzi, bərəkət, hər şeyin ən gözəlini arzulayıram. Sizi çox sevirəm. Nə yaxşı varsınız, nə yaxşı mənim müəlliməm olmusunuz. Çox dəyərlisiniz. Hətta sizin orada səhv etmirəmsə bibiniz qızı idi. Bibiniz qızınızla rəqs etmənizi də çəkmişəm kənardan. Çox gizlin şəkildə necə duyğulanmışdınız, necə nə bilim sözlə ifadə olunmaz bir hal idi. Sizi çox gözəl başa düşürəm və çox gözəl anlayıram. Necə gözəl idi. Doğrudan çox gözəl idi. Nə yaxşı varsınız, nə yaxşı mənim müəllimlərim olmusunuz. Çox şanslıyam ki, məni bu ad gününə dəvət eləmisiniz. Çox şadam ki, məni bu cür sevmisiniz. Mən də sizi sevirəm. Var olasınız, sizlə fəxr edirəm. Ad gününüz yenidən mübarək olsun. Və sonda da tədbirdən çıxdıq. Ad günündən ata ilə getdik Yeganə Şadlıq Sarayının terasına. Terasda oturduq ata-bala ikimiz, qəşəngcə çay dedik, kokos mürəbbəsi deyib, oturub içə oradakı musiqiyə rəqs etmişəm. Mən ancaq rəqs etmişəm, yazıq ata da məni izləyib. İynəsini. Ay, necə gün oldu, gözəl gün oldu. Çox sağ ol ay ata, səni sevirəm.